Niyyətini düzəltmirsən, gedim cəmaət görsün ki, mən də oradayam, məsciddəyəm, onunla əməlin batil olur. Və yaxud başqa bir xeyir əməldə sədaqə verirsən, niyyətini düzəltmirsən, onunla əməlin batil olur. Və sənə baxıb ibrət alanlar da ibrət almır. Onunla sən xeyri açar olmursan. Niyyəti düzəltib ixlaslı eləyəndən sonra, hətta sədaqəni açıqda versən belə, ixlasla versən, o sənin üçün xeyrə bir vəsilə olur. Görürlər insanlar da bu xeyir əhlidir. O sənin əlinlə insanlar da müvəffəq olur xeyir əməllər eləməyə. Bununla da sən gözəl bir sünnə qoyub getmiş olursan. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, kim bir doğru yola yönəldərsə, o doğru yolu edənin əcri qədər ona da savab yazılar, onun əcrindən heç bir şey əksilməz. Elə əməllər var ki, o əməllər axirətdə də ona xeyir verir. Yəni qiyamət gününə kimi bu əməllər davamiyyətdə olur. 3 əməl var. Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Adəm övladı öldüyü zaman bütün əməlləri saxlanılar. Yalnız 3 əməldən başqa. Axar sədaqəsi. Sədaqə verib, elə bir sədaqə verib ki, hansısa bir kitabın nəşriyyatına və yaxud elmə dəstəyə və yaxud məscid tikdirib, yol çəkib, hər hansı bir axar sədaqə hansı ki qiyamətə kimi ondan istifadə edəcəklər. Nə qədər ki insanlar istifadə edəcəklər, onun savabı öldüyündən sonra da ona yazılacaq. Baxmayaraq ki, əməl kitabı bağlanıb. İkincisi, qoyub getdiyi faydalı elm. Hansı ki ondan insanlar faydalanacaqlar. Nə qədər faydalanacaqlar, onun savabı ona da yazılacaq. Və üçüncüsü də sənə dua edəcək salih övlad. O nə qədər ki sənə dua edəcək, ibadətlər edəcək, onun savabından sənə yazılacaq.